Siz necə arıqladım? Canım mənim, ağ çörək yemirəm. Can, Seva da gəldi, balam. Seva, sənə də qoy moderatorluq verim də. Seva, moderator əkliyim səni. Balam ancaq bəyənir canım. Onayladım, sənə də moderator elədim aşkım. Prosta heç kimi deyil, o bir moderatorum deyil. Moderatorlarım töküldü o dəqiqə, salam. Sağ ol, qaqam, yaxşı ol. Necə arıqladım, sizə sirrimi deyim. Canlımı bəyənən. Mən xoş gəldin Zülfikar. Ağ çörək yemirəm. Yediyim yalnız belə tutun bacımda görür. Sərbinə bax, ona gətirək olma verirsən. Ayda necə pis olur. Barışdılar bunlar. Necə 200-dülər. Hərdəsən. Sushi'dəyəm, tərəfdə. Deməli, əzizlərim, mənim arıqlamağım ağ çörək yeməməyimdir səbəbi. Aynı tapırsan da effekti. O deyil. Ona oxşur da, neysə. Yaxşıyam qaqa, var ol. Niyə bir adamım azdı, necə? Effektim yoxdur, necə? Bez effekt oturmuşam. Çünki ona düşür, ona görə üzvü ona çevirir, özü ona düşür. Mənə düşdü. Yəni sənə düşdü. Fatimə bacımdır. Çox oxşayırıq. Bacımdır da, xalam qızıdır. İşıq tutardın da Nicət mənim üçün. Nə olardı ki? Şiriniyəm çox az yeyirəm, yalan deyim. Mənim canlım niyə belə azdır ki, 132 nəfər. Qabaq söylənin vaxtı çox idi. Temam öldü. Niyə ki can? Bunu qurdum mən. Can, çox sağ ol, Məhərrəm. Çox oxşayır. Yeri o sırada tutamır. Samirənin bacısı deyil, var, Samirənin bacısı var. Necə yəni? Samirə iki bacıda, xalam var mənim. Mən şirniyyat yemirəm, az yeyirəm. Yeyəndə ürəyim istəyəndə bir-iki dənə yeyirəm. Olur ki, ağ çörəkdir, yemirəm. Kategoritski yemirəm də, yəni ağ çörək yemirəm ümumiyyətlə. Ancaq yüngül şeylər yeyirəm. Doluyur məni lotu. Kategoritski. Rəmarda öyrənsən rusca olur. Can. Xoş gəlmişsiniz. Canlını bəyənin, canlarım mənim. Canlımız az yinəsə. Akinka, çox sağ ol canım. Mən də sizi sevirəm. Çox sağ olun canlarım mənim. Mesaj gizlədin, moderatorlar blok yox. Hə, bircə səssizə atın, amma blok eləməyin, canlı ölür onda. Yox da, adam azdır. Gündə neçə dəfə qidalanırsınız? Vallahi demək olar bir dəfə. Fatimə yenə qızılda işləyir. Yox, Aydan. Yox canım. Artıq əl çörəyi yeyir. Aydan kimdir? Bir mahnı ifeliyim, yox, ayıbdır burada. Mənə də tanımırsan can. Nə fikirləşirəm canım, çox gözəl oldu bu şey. Bu çoxdan olmalıydı. Hələ bir çox verişlərində bağlanmağını diləyirəm Allahdan. Çox gözəl oldu. Ailəmi qarışdırdım sən. Aləmi qarışdırdım, durdum qıraqda. Yazıq canım. Deyir, mən tamaşa sən baxaş. Deyib denən Ünkerdir, Şəfəqin işçisi, fake profilimdir bu. Ay can, nə deyirsən Nicat? Sən tamaşa, mən baxış, nə deyirəm? Çəpgözəm, de Allah haqqı. Hər şey deyən olmuşdu, çəpgöz deyən olmamışdı can. Seva uca susturdu səni. Getdim badımcanlığa canım. Necə pis oluram. Biz də səni öpürük. Çəpgöz olduğumu heç kim deməmişdi. Gözüm fərqlidir. Mənim gözüm istəyinir bə. Məndə çəpgözlük olan məz. Allah. Sizin gözünüz çəpdir demək ki, məni çəp görürsünüz. Allah haqqə. Sən tamaşa, mən nə idi, onu deməklə, içində qaldı. Nə? Sən tamaşa. Siz savaşa, mən tamaşa. Başından necə uça bilərəm can? Sən başın yuvadır. Toyla bağlı səhifədə Nicatın nömrəsi var canım mənim. Ağzım niyə belə ikədi? Allah yaradıb da. Siziyim. Mənim Allah yaradıb hər bir yerimi. Mən nə deyə bilərəm? Hə, pis yazanlara medal verəcəm axırda ona görə. Nə var? Nasıl baxacaq? Mükafat verir. Hayla.
Gözüm çöpdü ay 11:22. Canım, sənin gözün çöpdü mənə, sən çöp görürsən. Canım, Selayondan iş canımda mənə baxırsan, məndən iyrənirsən. Deməli ölürsən mənim üçün. Canımsan. Məndən iyrənən mənim canımda dayanıb baxmır. Vallahi mən kimsə bəyənməyəndə əlimlə çaqqılayıb fırlayıram. Baxmıram, maraqlanmıram. İlgilənmirəm türklər demişkən. Salam canım. Demək ki, mən sənə maraqlıyam ki, dayanıb mənə baxırsan. Sahibə, kül sənin başına cana. Xəbər var, gələcək. İstəsən fırlanıb bir də kül qoya bilərəm. Canımsan. Nigar, çox sağ ol əzizim. Pis yazmaqla sizin əlinizdə nə keçir? Çox maraqlı deyim mənə. Mənə də keçirdin də əlim o şeydən. Əgər sizə nə keçirsə deyin, mən də girim kimlərəsə pis yazım. Görüm əlimə nə keçəcək. Salam verin. Seva. Gözəl yorumları da oxuyuram. Prosto gişlərim oxuyuram, arada güldürürəm özümü. Bəli, pişiyin əli çatmayanda doğrudan iyilənirdir. Eynən mənim ahım tutdu. Salam. Salam əzizim. Canım Nərmina, çox sağ olun canım mənim. Şükürlər olsun, mən hörməti gözəl qazanmışam. Ay günahkar. Tək hamı mənim kimi hörmət qazansın. Layiqincə. Bizim millət öyrəşib, harda mundar var onları bəyənsin. Valla öyrəşmişsiniz. Əleykümə. Bəli, əlbəttə yerdə qalmır. Moskvaya salamlar. Niyə də yerdə qalmalıydı? Mən də sizi çox istəyirəm canlarım mənim. Sən də canlaşmısan. Şükürəm sənə. Kosmetikasız görünürsünüz. Mən ortaq belə ortamda belə boş-boş harasa gedəndə mən kosmetika eləmirəm. Yalnız səhnəyə çıxanda. Bir də oruçluqdur, biraz yetişir. Günahkar, xoşun gəlmir, orada X işarəsini basıb çıxa bilərsən cana. Sənə maraqlı nəsə yoxdursa, niyə oturmuşsan canım? Deməli maraqlı nəsə var. Qartal, sənin nəslin yesin mənim uğralanmarım buramı. Canımsan. Nerede görə bilərsən? Kim mənə nifrət edir, özünə nifrət eləsin və nifrət eləyən baxmasın. Sən də deyirəm, bir kere oturub oxuyacaq. Normal. Niyə istəyirsiniz ki onda? Üzvü nəyə görürsən? Deməli, sizə maraqlıyam. Yaxşı ki bağlandı da canım mənim. Yaxşı ki bağlandı. Quran haqqı. Ay, mənim necə istəyirəm. Çox gözəl oldu. Samir. Elə görməsəz yaxşıdır efirlərdə bir çoxunu. Valla. Lazım deyil. Normal insanları, sənətkarları çıxartsınlar. Ehtiyac yoxdur ki, adamlar efirlərə çıxardıblar, tanıdırlar. Sonra da millətin başını xarab edirlər. Ehtiyac yoxdur. Normal. Nənə yaxşıdır sənə qurban. Məsələn Fatiməni, mən istəyirəm o oyla dalaşım. Gündəmə gətirim onu. Hə, davi eləyək. Dalaşaq. Dalaşaq. Ramazan bayramınız mübarək, Lara xanım. Nənə yaxşıdır sənə qurban, yaxşı ol. Düzəlir yavaş-yavaş. Ürək. Ana onun adını çəkmədə balamızsan burada. Fatoş. Hay can, Ramona. Orada mənə gör nə yazırlar. Nə var, nə yox? Canım, əngəlləməyin səssizə. Salam. Analarının adını gəlib çəkib gedirlər. Analarının adını gəlib çəkib gedirlər. Əşanozu tanıyırıq da kimdir. Küfürünü çəkəcəm baxmasan. Səni ulatak baxacaq. Salam gözəl, salam. Qız xalam qızıdır, ürəyim. Xalam qızıdır. Necə xəbərlər, çox sağ ol. Eşqin Məriyə, xoş gəldin. Hər birinizi xoş gördük. Samir, çox sağ ol, izin var. Kimlər Gürcüm Dolçadır, Lala. Tanımadım. Bu pis yazan, bu deyirlər. Eşqin çox sağ ol ya. Eşqin. Ölür səndən yana, ölür. Ondan bilsən iniş ildəki videomuzu tapmışam sənin ad günündəkini. Göstərərəm bir. Baxım da. Deməli eşqin. Biz də səni öpürük həyatım. Eynən də şərəfsizdirlər canım mənim, gözəl Fərəhcan. Eşqin deməli oturub durub eşqin deyir bu. Ürəyə gedir səndən yana. Görsən necəsən?
Da bu dəqiqə yazır sənə. Yanmır qız. Ay milli xəbərlərin Salam ay necəsən? milli xəbərlər kimdir? Yazıb Fərhədlə salam. Can, salam əzim göstərdim mən onlara. Gördüyü milli xəbər. Oturaq tezliklə. Hə. Fərhəd deyəsən deyər kimə? Milli xəbərin işləyən kimdir? Milli xəbəri yadımdan çıxdı. Qocayu tanımadım. Tanımadı ayrı. Sağ ol. Xoşlar gəlir də yazır. Özlərini söydürürlər, dürəm. Neyi becərmiş canım? Oydu mən necə sistem etdim? Mənsur, can, necəsən Mənsur? Hə? Mən də sizi sevirəm. 2022 çox sağ olun. Allah sizi sevsin. Məni sevən Allah sevsin, sevməyən Allah vursun. Ay oğlum, kimə indi qalıq işləyirsən? Can sevməyənlərə. Sevməyənə nə deyirsən? Deyirəm Allah sizi vursun. Necə pis oldu. Fərə, ay can. Dayandasan ayrı. Mən üçün xeyir sevməmək olmaz. Mən qəşəyəm. Allah səni vursun o sir. Allah səni yox eləsin. İnşallah öləsən. Fatoş salam. Yazıbla Fatoş salam. Mamaya evdə. Sifətim dəyişilib. Niyə? Oğlum yaşıdır. Ya ne bilsən ürəyə. Elvin Həsənov, Allah səni də vursun. Hə, can, dişlərimi Temudan vurmuşam, ürəyim. Oğlanı görüşür. Hə, demə valla. Yo, indi özə baxdayıram hamıya. Yaşlı görsün, yaxşıram, belə deyaldım. Boşluqdur. Ay, cındırlar mənə spam atdılar. Atdılar ki, Şərəfsizlər. Sağ olun, ürəyim, istəyəcəksiniz. Baxdım, nə farsən? Allah haqqı. Arzu sənsən motum. Hə, tamam aşkım, bildim. ay yetişdi. Ay, mənim heç vecimə də deyil, elə bir gündə efirlərdəydim. Oy! Etmək yaxşıdır elə, belə yaxşıdır. Biraz təmizlənsin. Spam atıblar, hə. Mənim üçün hava xoşdur, valla. Mən onsuz da gündə efirlərdə qalmamışdım ki. Mənim üçün hava xoş. Tanış mənimlə. Yaxşı ki, elə bağlandı. Salam verəyəm, necəsiz? Valla, ağzım niyə böyüdü? Dərya Nəcəfli. Allahdan soruşaram, görüm ağzım niyə böyüdü? Ya Rəbbim, ağzım niyə böyüdü? Ay nə xəbər xüsusilərdən? Canım Kim sən. paylaşır? Hə. Paylaşıb, baxın. Baxın, mən... Şey gördülər onu bakayım. Niyə? Həyi, mənim sənətim yoxdur. Mən özümə görə oxuyuram. Bugünkü mənə tələbat var. Mənə anamın adı ilə kifayət eləyir. Və mənim ehtiyacım yoxdur efirə. Çünki mən nə sənətkar deyiləm. Sən sənətkarsan, Xeyr. öz sahəndə. Öz sahəmdə mən... Sən dinəndə mən haranı tutarmışam, Nəyə nə ehtiyac var mən kimə saçot verim? Özüm bilirəm. Sənin savadından onlar bəlli deyil. Mənim savadıma heç onlara aidiyyəti yoxdur. Məni tanıyanlar bilsin. Cavablaya bilərsən. Məni şükür Allaha tanıyanlar və bilənlər işləmsən? eşmi deyənmərəm, özüm bilirsən. Niyə? Sən kompüter science normaldır. Valla. Hacker işləmişəm. Hə. Bəlli yerdə. Hə. Canım, Nikodu, hə Nikodu. canım. Aparsınlar səni mənə. Öyle yani. Yaşayam burada. Canım, rahat otur. Yo, ürəyimə elə deməmişəm ki, adamın adına görə tanımayın. Görürsünüz, salam Real, xoş gəldiniz. Görürsünüz, çoxuz hər bir şeyi səhv başa düşürsünüz. Mən dedim ki, xahiş edirəm, mənə görə anama heç nə deyilməsin. Eşki mənim. Anamı mənə görə heç kim narahat eləməsin. Xahiş edirəm, yəni mənim anam sənətkardır bugünkü günü. Mənim anamın hər şeydən çox şükür böyük yuxarıdadır. Mənim bir hərəkəti, məsələn, səhv olmayan bir şeyə görə adım çıxırsa, bir gic-gic şeylərə görə, mənim anam niyə narahat olmalıdır ki? Mənim anam uşaq deyil. Səhv deyirəm. Səhv demirəm. Və istəmirəm mənim anamın kimsə adını hallandırsın. Anamın adını çəkənin ağzını dilindən qopardaram. Dilini boğazından qopardaram. Yəni, davam edirəm öz yolmaz, eşqin demişkən, öz kiçik bu boyda
səhnələrimdən. Allaha şükür olsun. Dolanırıq. Özüm öz pulumu qazanıram. Gətirib hansınızsa qapımı döyüb mənə 1 manat pul vermirsiniz ki, düzdürmü? Mən özüm öz pulumu qazanıram, halal pulumu qazanıram. Özüm özümə şərait qururam. Mən üçün bəndə kimdir ki, Allah? Mən o şəraiti verəndən sonra. Ona görə xahiş edirəm. Hər öz vedrəsinə baxsın. Heç biriniz də bir çoxunuz bu yazanlar üzdə görəndə bilmirsiniz haramdan girib harama çıxasınız. Bəziləriniz. Həcimə var. Evdə oğlum. Yanımda Nicat, Fatimə. O qədər cüm var. Can. Tuzduramıram. Çox belə mənəviyyatsız suallar verirsiniz. Çox sağ olun. Düz deyirəm də. Düz sözün yeri yoxdur. Değil mi? Can, mən də sənin. Necəsiz? Tanıdınız bizi? Bizim suşilər gəlmir hələ oraya. Biz baxmır bizə. Nə gözəl. Allah xoşbəxt eləsin. Uşaq var. Bir də maraqlandan onlar dör gəlir. Mən də səni eşqin, canım. Milli xəbərim. Çox sağ ol, sənə qurban. Bizə deyil, hə? Milli xəbəri yadıma sal deyəcəm kimdir. Sağ olun canlarım. Biz suşimizi yeyək, sizə də göstərim. Yeriniz məlum, yeriniz məlum. Öpürəm sizi.